Salam. Siz bilirsinizmi dünyanın ən sürətli elektromobilləri hansılardır? Bilmirsiniz? O zaman bu videonu diqqətlə izləyin və yaxın oturun. Dünyanın ən sürətli elektromobillərindən top 7 siyahısına düşən modelləri sizə təqdim edəcəm. Qeyd edim ki, bu avtomobillər tam elektriklidir. Yalnız batareya və elektromühərriklə işləyir. Yəni daxili yanma mühərriki yoxdur. 7-ci yer. Lucid Air Sapphire. ABŞ istehsalı olan bu elektrik sedanı həm komfortu, həm də performansı ilə seçilir. Maksimum sürəti təxminən 330 km/saat. Gücü isə 1234 at gücüdür. Qiyməti təxminən 190-200 min dollar aralığındadır. İstehsal ölkəsi ABŞ. 6-cı yer. Lotus Evija. Britaniyada istehsal olunan bu elektromobil əsl hiperavtomobildir. Maksimum sürəti 350 km/saat. Gücü isə 2000 at gücüdür. Qiyməti təxminən 2 milyon 300 min dollar. 5-ci yer. Pininfarina Battista. İtaliya dizaynı və Rimac texnologiyası ilə hazırlanmış super elektromobildir. Maksimum sürəti 350 km/saat. Gücü 1900 at gücüdür. Qiyməti təxminən 2 milyon 200 min dollar. İstehsal ölkəsi İtaliya. 4-cü yer. Deus Vayanne. Avstriya istehsalı olan bu model futuristik dizaynı ilə diqqət çəkir. Maksimum sürəti təxminən 400 km/saat. Gücü isə 2200 at gücüdür. Qiyməti təxminən 2 milyon dollardır. İstehsal ölkəsi Avstriya. 3-cü yer. Rimac Nevera. Xorvatiyada istehsal olunan Rimac Nevera hazırda dünyanın ən məşhur elektrik hiperavtomobillərindəndir. Maksimum sürəti 412 km/saat. Gücü 1914 at gücüdür. Qiyməti təxminən 2 milyon 300 min dollar. İstehsal ölkəsi Xorvatiya. 2-ci yer. Aspark Owl. Yaponiya istehsalı olan bu elektromobil ekstremal sürət üçün yaradılıb. Maksimum sürəti təxminən 430 km/saat. Gücü isə 2000 at gücüdür. Qiyməti 3 milyon dollardan yuxarıdır. İstehsal ölkəsi Yaponiya. Və nəhayət, 1-ci yerdə Yangwang U9. BYD'nin premium brendi Yangwang tərəfindən istehsal olunan bu elektromobil Çin texnologiyasının zirvəsidir. Maksimum sürəti təxminən 390 km/saat. Gücü 1300 at gücüdür. Qiyməti 230-dan 300 min dollar aralığındadır. İstehsal ölkəsi Çin. Beləliklə, dünyanın ən sürətli elektromobillərinin top 7-si ilə tanış olduq. Sizin ən bəyəndiyiniz superkar hansıdır? Şərhlərdə fikirlərinizi bizimlə bölüşün. Videonu bəyəndinizsə, like düyməsini unutmayın və gələcək videolar üçün kanala abunə olun.